Salamünaleyküm. Bugün inşallah Babasil haqda danışmaq istəyirəm. İnsanlar bundan çox əziyyət çəkir. Bəzi insanlar var ki, illərdir bu acı ilə yaşayır, amma bir adıma bir söz deyə bilmir, həkimə gedə bilmir, utanır deməyə, ya da müalicə eləyə bilmir, yollarını bilmir. Mən bu haqda onu deyə bilərəm ki, biz dünyaya gələndə biz Babasilimiz bizim olmayıb, sağlam olmuşuq. Biz bunları babası sonradan yaranıb bizdə, biz özümüz eləmişik. Düzgün qidalanmamaqla, sonra su normal içməməklə. İnsanlar var ki, günə 1-2 stəkan su içmir heç. Yəni, orqanizmə su lazımdır. Heç olmasa litr, yarım 2 litr su içmək lazımdır. Yəni, 12 barmaq bağırsaq 5-6 metrdir, yoğun bağırsaq 2 metrdir, bu 7-8 metr eləyir. Bunun içərisini yuyub təmizləmək üçün su lazımdır, su. Bu su içməyən də o bağırsaqda olan möhtəviyyət gedə bilmir, qalır orada, günlərlə qalır. Artıq orada yeyir, o toksinə çevrilir, başlayır bağırsaq yenə onu geri sovurmağa, toksini, zəhərlənmiş toksini. Orqanizm zəhərlənir. Yəni, deməm odur ki, Babasili 2 yolu var. Bir, əməliyyata getməlisən, bir də ki, təbii yolla müalicə eləməlisən. Düzdür, təbii yolla müalicə eləmək biraz çətindir, amma yavaş-yavaş səbirlə eləsəz, inşallah ki, istədiyiniz nəticəni alacaqsınız. Başlayayım bunu necə müalicə eləməyə. Kimdə Babasil çölə çıxıbsa, onu geri yığmaq üçün bax bu lazımdır. Bunu mən üzün elə çevirmişəm ki, bunların üzündə yazıları düşməsin ki, niyə görə? Çünki TikTok icazə vermir. Birinci videomu çəkdim, TikTok icazə vermədi. 2 dəfə qoydum, götürmür. Ona görə məcbur çevirmişəm ki, görün belə alınır, yoxsa yox. Bax, bu betadindir. Aptekdə satılır. Gedirsiniz, bundan alırsınız. Bir dənə ləyənə su tökürsünüz, ilıq su. Tabii adamı yandırmasın da. Biraz ilıq fason, biraz isti olsun. Bundan da tökürsünüz, su rəngi dəyişiləndə, bu rəngi olanda oturursunuz o ləyəndə. 15-20 dəqiqə oturun, bir səhər, bir axşam. Bəsdir. İnşallah ki, o bir müddət eləyəndən sonra görəcəksiniz ki, Babasil çəkildi, getdi, yığıldı içəri. Bu çox güclü yığır. Həm də güclü yara sağalıcıdır. Əgər sizdə qanaxmada varsa, onda edirsiniz çaytikanı yağ alırsınız. Bir də bunun adı neydi, ay Allah? Baxın buna görün. Hə, Livamakon. Livamakon da bir dənə maz alırsınız. Bu da 2 manat satdı. Bura qoymuşam da göstərmirəm. TikTok icazə verməyəcək. Amma çaytikanı yağın aptekdən alsaz, başqa çaytikanı yağları almayın. Çünki onların tərkibində çaytikanı yoxdur. Günə baxan yağı nədir, qatışdırıblar, verirlər millətə 2-3 manata yalandan. Yəni, effekt almayasınız. Bu çaytikanı yağı vərəmumlu var. Bax, ondan tapın. Bir də olar ki, aptekdə tez yerdə tapa bilməsə, çaytikanlı yağının 6 askı var, 6 aydan gələn. Ondan alın. Bu yaxşıdır. Demək, bu kremlə bu çaytikanlı yağını bir yerə qarışdırın. Çaytikanlı yağını biraz istəyin ki, bu krem yaxşı həll olsun onun içində. Səhər pambıqdan elə bir tampon düzəldin. Səhər bayra gedəndən sonra onu qoyun. Tampon kimi anusa yerləşdirin. Axşamda belə bir şam var. Tərkibində utindi var, kokos yağı var, sonra propolis var, çaytikanlı yağı var. Bir dənə də bu şamdan tapın, bir 2-3 paçka. İçində 10 dənə olur. 2-3 paçka alın. Axşam yatmazdan əvvəl də bunu qoyun. Şimdi bu qayda ilə inşallah ki, Babasildən qurtulasınız. Sağlamlığınızı vaxtında qoruyun. Çalışın gün ərzində 1 saat, saat yarım yürüyüş eləyin, tez-tez yeriyin. Qidalanma, meyvə tərəvəzə üstünlüyü verin. Ət yeməklərini biraz az yiyin. Bu şeylərə əməl edəsəz, suyu normal için. Sokdan söhbət getmir burada, kompotdan söhbət getmir, adi sudan. Ancaq adi su. Litr, yarım 2 litr gün ərzində için. Başqa şeylər içərsiniz, amma əsas adi sudur. Sonra alma sirkəli sudur, belə şeylər için. Sonra qatığa, katan toxumu, çiya qatın, gün ərzində 1-2 stəkan yiyin. Bu qəbizliyin qarşısını alsın ki, yenidən Babasiliniz yaranmasın. Ən çox da bu qəbizlikdən olur. Bəzi insanlarda bir də görsən, ishaldan da ola bilir. Sonra demək,
Kimdə çox güclü qəbizliyi varsa, onda belə eləsin. Demək, 1 kilo quru əncir qurusu alsın, üstünə də 1 litr zeytun yağı töksün, bir 3-4 gün saxlasın. Ondan sonra gündə səhər-səhər 1-2 dənə açsın ağzına yesin. Yeməkdən yarım saat qabaq. Bu qəbizliyin qarşısını çox alacaq. Lap güclü kimdəsə qəbizliyi varsa, onda Pakistan morinqası deyirlər. Ondan alsın, elə yeməklərin üstünə səpsin, yesin. O qoymayacaq qəbz olmağa. Allah bütün xəstələrə şəfa versin, bizlər də onun içində.